Həzrəti İbrahim əleyhissalam dedi ki, bugün qonağım yoxdur, gedim bir qonaq tapım, oturum oyla çörək yiyim. Getdi küçədə, baxdı, gördü ki, bir dənə hambaldır, yük daşıyıb, yorulub, oturub nahar eləməyə. Naharı da nə? Quru çörəkləri əli ilə qırır, suyun içine atır, sındıra da bilmir. Suyun içine atır, yaş eləyib yesin. Həzrəti İbrahim gördü elə bu qonaq aparmağa layiq adam. Dedi ki, gəl səni evimə nahara dəvət edirəm. Deyir, axı sən kimsən? Qoy oturmuşam, çörəyimi yiyirəm, əl çək çıx get. Həzrəti İbrahimə deyir, yox, mən istəyirəm mənə qonaq olasan. Deyir, yaxşı, gedək. Kefsiz, həvəssiz durur, gəlir. İbrahim Xəlilullahdır, Allahın Peyğəmbəri, bunu evinə dəvət eləyib, oturublar çörək yeməyə. Çörək yeməyə başlayanda Həzrəti İbrahim deyir, Bismillahirrahmanirrahim, çörəyi kəsir. Bu da götürür, bozbaş verir onlar da yemək görüb. Yaxşı yemək pişirir Həzrəti İbrahim, ət yeməyi. Bu da götürür, yeməyi başlayır yeməyə. Həzrəti İbrahim deyir ki, Allahın adını çəkmədim. Deyir, Allah kimdir? Deyir, Allah da yeri göyü yaradan. Deyir, mən ona inanmamışım ki, onu tanımıram, onun adını çəkim. Niyə onun adını çəkməliyəm? İbrahim əleyhissalam deyir ki, mən də Allahı tanımayanla bir süfrədə oturmuram. Deyir ki, mən səndən xahiş eləməmişdim, mən evvə çağırasın. Oturub quru çörəyimi yiyirdim, gəldin, məcbur gətirdin, dedi ki, yemirsən, çıxım gedim. Durur, çıxır, gedir. Gedəndə Cəbrail əleyhissalam nazil olur, deyir, İbrahim, Allah sənə salam göndərir və deyir ki, mən bu bəndəmin 50 ildir ruzusunu verirdim. O məni tanımaya. Bir dəfə sənə tapşırdım, belə elədim. Deyir, dayanır, xəcalət çəkir Həzrəti İbrahim. Qaçır, küçədə tutur onu, yalvarır, yaxarır ki, qayıt gəl bizə. Bu da baxır heyrətlə, deyir, bax, sən mənim canımla nə istəyirsən? Oturub yemək yirdim, öz quru çörəyimi tapdın, gətirdin. Sonra qovdun, indi gəlmirsən, deyir, yaxşı gəl. Yolda deyir ki, Allah deməyəcəm, ha, Bismillah zat. Bismillah zat deməyəcəm, elə mən yeməyimi həmin qaydada. Otururlar çörək yeməyə, yemək əsnasında deyir Həzrəti İbrahimə ki, sən kimsən, bu nə hadisə idi? Deyir, mən eşitmiş olarsan, İbrahim Xəlilullah, Allahın dostuyam. Deyir, bəli, eşitmişəm. Deyirsən ki, getdin, Allah mələyini mənə göndərdi və dedi ki, o məni tanımasa da onu ruzsuz, neymətsiz qoymadın. Bir dəfə sənə tapşırdım, sən belə elədin. Deyir, biraz fikrə gedir, deyir, o Allah ki, dostunu düşməninin ayağına göndərir, dostunu onu tanımayanın ayağına göndərir, o Allaha gərək iman gətirəsən, o Allah iman gətirməyə layiqdir. Deyir, həmin yerdə müsəlman olur və Həzrəti İbrahimlə bir yerdə nahar edirlər və qoşulur ardıcıllarının dəstəsinə.